Dəyərli dostlar, xoş gördük sizləri. Yəqin ki, baxın bu əraziləri tanıyırıq. Heydər Əliyev prospekti, AF Parkı yaşayış kompleksi sağımızda. Bugünkü gündə Xırdalan şəhərində bildiyimiz kimi kupçalı evlərin, sənədli evlərin sayı xeyli azdır və satışda da çox nadir hallarda ucuz qiymətə olur. Bu gün ümumi sahəsi 80 kvadrat olan 3 otaqlı kupçalı evin nağd qiyməti 65.000 manatla sizlər üçün təklif olunur. Bəli, 65.000 manata 3 otaq kupçalı ev satılır. Dəyərli dostlar, siz də mülklərinizin, evlərinizin, kommersiya əmlaklarınızın alışında, satışında bizimlə əlaqə saxlayın. Bu sahədə yetərincə peşəkar və təcrübəli əməkdaşlarımız var və sizlərə şəffaf, dürüst, operativ şəkildə əmlak sahəsində xidmət göstərilir. Əlaqə saxlayın, işlərinizi qısa müddət ərzində həll edək. Gedək, evdən çəkilişə davam edək. 3 otaq kupçalı, ümumi sahəsi hardasa bir 80 kvadrat olan evin bu günə nağd qiyməti 65.000 manat. Bəli, 3 otaq, ümumi sahəsi 80 kvadrat olan evin bu günə nağd qiyməti 65.000 manat. Əsas giriş qapısından həmişə olduğu kimi çəkilişə başlayaq. Baxın, bura əsas giriş qapısıdır evə daxil olmaq üçün. Əsas qapıdan evə daxil olduq. Bizi bu formada qonaq otağı qarşılayır. Bütün otaqlar qonaq otağı vasitəsilə bölünür. Buradan başlayaq bir tanış olmağa. Solda evin mətbəx sahəsidir. Baxın, yaşayışlı bir evdir. Xırda para kosmetik xərclər ola bilər. Lakin qiymət də çox yaxşı bir qiymətlə təklif olunur. Bugünkü gündə bildiyimiz kimi kupçalı evlər Xırdalan şəhərində çox da sayda deyil. Çox az da satışda olur. Burada evin yataq otağıdır. Köhnə tikili, şəxsi tikili bir mülkdür. Qiymətdəki 65.000 manat. Heydər Əliyev prospektinə də çox yaxın bir məsafədə yerləşir. Sanitar qovşaqdır. Girişdə, ərazidə qaz, su, işıq, bütün kommunallar fasiləsizdir. Mərkəzi kanalizasiya sisteminə qoşulub. Baxın, bu formada həyətyan sahəsi var. Həyəti ilə də ətraflı tanış olaq, videonu yekunlaşdıraq. Qiymət 65.000 manatdır. Xırdalan şəhərində Heydər Əliyev prospektinə çox yaxın bir məsafədə yerləşir. Prospekt yoldan hardasa 100-150 metr məsafədir. Ev bundan ibarətdir. Ətraflı əlaqə saxlayın. Sağ olun, salamat.